Varlı adam birinci orduya gönderməlidir evladını. Çünkü ordu elə bir şeydir ki, bunun için hiçbir fərq olmamalıdır. Bu fərq elə bizə böyük zərbə vuran bu fərqdir. Fərq ona görə qoyulur ki, varlının pulu var, onu aparmırlar, amma imkansızı aparırlar ki, yəni o pul verib saxlatdıra bilmir ona görə. Heç bir dərəcədə fərqli olmamalıdır. Ordusa orduya həmr getməlidir. Fərqi heç kim qoya bilməz. Amma belə dövlətə baxanda dövlət hamısı ayırır. Fərqli olmaz. Çünki ordudur, döyüş zamanıdır, müharibədir. Öz vətənini qorumaq üçün məcbur hamı getməlidir ora. Varlını da çağırırlar, kasıbı da çağırırlar. Gedirmi sizcə? Məncə gedir. Fərq çox qoyulur. Qoyulmasın, hamı kasıb küsubun uşaqları gedir. Bizim adi bir kənddə neçə dənə uşaqlar valla şəhid olub. Bir varlının, bir deputatın, bir nəmin heç kim uşağı görünmür. Hamı kasıb küsubə dəyirdi. Heç bir dərəcə fərqi nədir ki? Yəni fərq qoyulur Azərbaycanda? Yox, qoyulmur. Hamı getməlidir. Varlar da öyle gəzirlər özləri. Valla ben Azerbaycan'ın politikasını bilmiyorum yani orduyla ilgili. Ama Türkiye'de paralı askerlik diye bir şey çıkardılar. O da tabii ki zengin çocukları gitmiyor, fakir fukara çocukları gidiyor. Bana göre yanlış. Herkesin orduya gitmesi lazım.